Mən Əfqan Ədilov 1975-ci ildə Zərdab şəhərində anadan olmuşam. Şəhər 3 saylı orta məktəbdə təhsil almışam. 94-cü ildə Zərdab Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırıldım. 3 ay ümumi hərbi təlim keçdim, aprel ayında Kəlbəcər bölgəsinə göndərildim. Ordumuz 94-cü ilin əvvəlindən Kəlbəcərin azad edilməsi uğrunda döyüş əməliyyatlarına başlamışdır. Ağır keçən döyüşlərdə hər iki tərəf böyük itkilər vermişdir. Mən və yoldaşlarım da Murovdağ yüksəkliyindəki döyüşlərə qoşulduq. Bir şeirimdə yazmışdım, düşmən pəncəsindən, yağı əlindən vətənimizi qurtarmaq bizim borcumuz, arzumuzdur. Ya doğma yurdumu azad etməliyəm, ya da ki, bu yolda şəhid olmalıyam. Sonda Murovdağda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmək mənə də nəsib oldu.